Sabahınız xeyir əziz tələbələr, əziz valideynlər, əziz müəllimlər. Bugün yeni bir paylaşım eləmək istədim. Uşaqlara dərs deyən zaman qarşılaşdığım bəzi məsələlərlə bağlı, hadisələrlə bağlı bir problem yarananda onu sizlə paylaşmaq istəyirəm. Tələbə dərsə gedib, dərsə gedəndə müəllim ona sual veribdir. Adicə bir ohm qanunundan sual verib ki, el bərabərdir, U bölünmüş, buradan İ'nin qiymətinidir, buradan onun qiymətinidir və digər tərəfləri deyilin. Mən başa düşürəm, mən bu uşaqlara, bu uşağa 2 ayda dərs deyirəm və bu uşağın da o qədər də dərin bilgisi olmadığı üçün yalnız dərsin izahını verdim, dərsdə həyatda yerini göstərməyə çalışdım, artıq dərsin mündəricatın izahını verdim, özünün izahını verdim. Uşaq demək olar ki, bütün kitabı başa düşdü, dərk elədi. Amma bu riyazi məsələlərlə bağlı bu uşaqlara baxdım ki, bəzi uşaqlarda problem var. Çünki mənim dərsim deyil riyaziyyat dərsi. Mənim dərsim digər 5 fəndir. Kimya, coğrafiya, biologiya, tarix. Bu dərslərdir. 5 dənə əsas dərslərim var. Və burada uşaq problem yarandı. Fiskalda nəzərə bax. Uşaq bunu çıxardıb deyə bilmirdi. Uşaq gəldi və mən bu uşağa bir dərsi oturdum, ona başa saldım. Ki, burada onun qiyməti necə tapılır, burada İ'nin qiyməti necə tapılır. Bunu əvvəlki düstur məsəl üçün Y bərabərdir, F bölünmüş Q-də bunu necə yazmaq olar. Digər düstur, məsələn, cəryan şiddətində biologiya imtahanını verməli idi. 6 aylıq proqramın əsas imtahanını verib çıxmalıydı. Yenidən başladım fizikaya. Problem nədən yaranır? Müəllim bu uşağa sual verib və buna cavab vermədiyi halda bu uşağı otuzdurmaqda məqsədin nə olduğunu bilmədim. Ay müəllim, sən bunu uşağa başa salmalısan. Mən şəxsən keçdiyim dərsdə uşaqdan öyrətmədiyim bir bilgini tələb edə bilmərəm. Mən bunu başa saldım. Bu uşaq da qısa bir müddətdə gəlibdi. Sözsüz ki, bunların yay məktəbində hər şey başlayacaqdır. Əlavə geniş bir halda bilgi. Bunun riyazi bilgisi burada yoxdur. Və mən də nəzəri bilgi öyrədirəm. 5 nəfərini testinlə bir yerdə işləyib çatdırmaq mümkün deyil. 6, 7, 8-ci siniflər üstə gəl bunların məntiqi məsələləri var. Mən bundan əlavə də müdürlük akademisi var. 6-5 dənə şəxsi keyfiyyətlərə aid bilgi də oradadır. Bunları çatdırmaq olmaz. Bu müəllimin hərəkətinə baxıram ki, müəllim bu sənin uşağındır. Bu uşağa dərsi sən deyirsən. Sən gətirib bu uşağı bu vəziyyət. Sən elə deyilsən ki, bütün müəllimin hamısı elədir. Əksər müəllimin həs bilirsiniz, sən onun xəcalətini çəkməlisən ki, sən onu uşağı öyrətməlisən. Yaxşı, bu uşaq bunu bilmədi. Sən oturdun ona izah verdin. Müəllim, sən ona izah verdin, yox, vermədin. Bax, sən pulsan, müəllim. Sonra da deyirlər ki, bəzən valideynlərə qarşı da deyirəm, sərt təpki göstərirəm, bəzən müəllimlərə qarşı da. Bilirsiniz, mənə siz maraqlı deyilsiniz. İnciməyin, çox zürrü hesab edin. Mənə siz maraqlı deyilsiniz. Oturub 50 yaşında, 60 yaşında, 30-40 yaşında adamın 17 yaşdan 21 yaş arasında formalaşacaq xarakter xüsusiyyətlərini dəyişdirmək kimi bir niyyətim də yoxdur. Ötüb artıq siz. Amma sadəcə olaraq bugün siz bu gələcəyi sizdən asılı olan bir uşaqlarda öz üzərinizdə işləyə bilmirsinizsə, səhvinizi bilmirsinizsə, məsuliyyətinizi bilmirsinizsə, mən sizə nə deyim? Sizdən hansı dildə danışım onu mənə deyin. Mənə siz maraqlı deyilsiniz. Mənə bu uşaqların gələcəyi maraqlıdır. Və siz bir insanın gələcəyini belə qurursunuz. Bundan ibarətdir. Başqa bir söz demirəm ki. Başqa bir söz deyirəm. Yəni, mənim bunu uşaqdan soruşmaqda məqsədim nədir? Onun xəcalətliyini mən çəkməli deyiləm. Onun xəcalətliyini sən çəkməlisən ki, uşağa sən başa salmamışsan. Sənin bu 1 ildə keçmədiyin dərsi mən uşağa 2 ayda öyrətmişəm. Və bəlli bir yerdən qaldırmışam. Sözsüz ki, sən onun halqasında zəif yerdən vurub qırmağa çalışdığın yeri mən bərpa eləməyə çalışıram. Hamınız eləsiniz, biriniz elə deyilsiniz, inciməyin məndən. Hökumət sizə pul verir, bu məsuliyyəti hiss eləyin. Sənin aldığın o pul, sən onun bir haqqını verməlisən. Sənin o qıldığın namazdır, tutduğun oruçdur, Allahın qarşısında verdiğindir, vicdanın qarşısında verdiğin cavabdır. Onu sən bilməlisən, eləməlisən. Müəllim, eləmirsiniz. Eləmirsiniz. Ona görə deyirəm ki, müəllim əlimdə imkan verirlər, seçib qoyam. Təhsil Nazirliyi onsuz da ki, dərsi bərbadsız vəziyyətə salır. Yığ sürü bunun başqa dəxli yoxdur. Nə deyim? Uşaq elə bir sistem qovdu ki, o uşaq
Mənə məqsəd bilirsiniz nədir? Mənə məqsəd uşağın öyrənməyidir. Uşağın gələcəkdə şəxsiyyət yetişməyidir. Başqa bir ikinci məqsədim yoxdur. Amma siz bunun qarşınıza məqsəd qoymursunuz. Valideyn bunu bilmir, onun üzərində işləmir, uşağına daha yaxşıdır. Müəllimi də harası alır? Heç bir vecnədir deyir. Pulunu alır, Rus demiş. Gedir otur özü üçün kepilir. Ayım gəlsin, günüm getsin, yola verir. Ona görə də müəllim bir uşağa sual verəndə onun cavabını verə bilmirsə, orada deyən ki, müəllim mən harda səhv elədim? Öz-özünə deyən. Başqa bir tərəfi yoxdur. Bu sənin günahındır. Mənim günahım deyil.